Amerika Birləşmiş Ştatları Ekvadorda terrorçuluğa və transmilli cinayət şəbəkələrinə qarşı yeni hərbi əməliyyata başlayıb. Bu barədə ABŞ Cənub Komandanlığı, yəni SOUTHCOM məlumat yayıb. Bildirilir ki, əməliyyatlar Ekvadorun yerli təhlükəsizlik qüvvələrinin iştirakı ilə həyata keçirilir. Komandanlığın X sosial şəbəkəsində yayımlanan açıqlamada qeyd olunub ki, bu əməliyyatlar Latın Amerikası və Karib hövzəsindəki tərəfdaş ölkələrin narkoterrorizmə qarşı mübarizədə sadiqliyin bariz nümunəsidir. Açıqlamada vurğulanır ki, həyata keçirilən tədbirlər regionda təhlükəsizliyin gücləndirilməsinə, eləcə də transmilli cinayət və terror şəbəkələrinin zərərləşdirilməsinə yönəlib.